qədim falçılar belə bir iş görərdilər. Deyir, bir keçini gətirib atardılar böyük bir dənə qazanın içinə. Qazanın altını başlayardılar, isidərdilər. Sonra da dumbul çalardılar. Bu keçi də altdan axı qazan qızır, bir ayağını qaldırır ki, yanıraq ayağı istidən. Bir ayağını qaldırır, dumbul da orada çalınır. Sonra o ayağını qoyur, bu birisi ayağını qaldırır. Sonra bu ayağı qaldırır, sonra bir ayağı qaldırır. Dumbul da orada çalınır. Sonra o keçini düşürdürdülər aşağıya. Təzdən dumbulu çalırdılar, cəmaatda yığırdılar. O dumbul çalındıqca heyvan yenə də sağ ayağını qaldırır, düşürdür, sol ayağını qaldırır, düşürdür. Çünki orada qalıb axı yaddaşında belə deyək. Şərti bir refleks deyirlər. Daha artıq heç bilmir niyə eləyir. Hələ o səs gələndə başlayır ayağını qaldırmağa, düşürtməyə, qaldırmağa, düşürtməyə. Bilmir niyə eləyir artıq. Addım atır, niyə addım atır bilmir. Unudub əsl qayədən, əsl qayə yaddan çıxıb, əsl hədəf yaddan çıxıb. Yaxşı əməllərə də aiddir. Namaz qılana da aiddir, qılmayana da aiddir. Bəzi vaxtlar niyə məsələn belə deyək də bu işi görəm, əsl hədəfini unudub.